Sıfırdan YouTube kanalı açırıq. YouTube kanalını inkişaf elətdiririk. İkinci video, ikinci gün. Belə deyim də, fürsət tapdıqca hər gün video atmağa çalışacağım. Əgər fürsət olarsa təbii ki. Deməli, dünən videonu paylaşdım. Birinci videonu paylaşdım. Birinci video hələ 1 abunə, 5 görüntüləmə, 6 görüntüləmə, bir dənə shorts videosu paylaşdıq. Ona görüntüləmə yaxşı idi. 300-400, birinci videoya shortsa görə 300-400 görüntüləmə var. Görək hara kimi ilerləyə bilirik. Təbii ki, yenə deyirəm, sizin sayənizdə olacaq. Sizin dəstəyinizlə olacaq. Bugün ayın 5-i, dekabrın 5-i 2025-ci il. Qəşəng yağış yağır bayırda. Sakitdir, küləkli, o fırtınalı yağışdan deyil. İnanırsınız, bilmirəm nə ilə bağlı söhbət açım ki, həm sizə maraqlı olsun. Bundan sonra böyük ehtimal bir gün əvvəlcədən sabah üçün bir mövzu seçəcəm, ona görə video çəkiliş eləyəcəm. Çünki nə ilə bağlı video çəkiliş edəcəyimi, nə ilə bağlı danışacağımı həqiqətən hələ beynimdə formalaşdıra bilməmişəm. Əslində belə deyim, yenə deyirəm, videonu izləyənlər misal üçün bir ağıldan üstündür. Hərəniz bir dənə mövzu yazsanız, desəniz ki, bax bu barədə söhbət elə, biz də fikirlərimizi bölüşək yorumlarda, onunla bağlı danışarıq, onunla bağlı söhbət edərik. Yenə deyirəm, siyasət və dini qarışdırmayın. Bir siyasət və din ən böyük propagandadır. Din və siyasətdən başqa tarix olar, ədəbiyyat olar, nə bilim, yaşam tərzi olar. Hər hansı bir mövzu ilə bağlı ağlınızda fikirlərinizi bölüşmək istədiyiniz, daha doğrusu bir mövzu varsa ağlınızda, onu yazın yorumlara, onunla bağlı söhbətlər eləyək. Həm yolda gedə-gedə mən videonu çəkim, paylaşım, həm də ki, sizlərin bəlkə maraq dairəsində qala bilər video. Sizdən yenə deyirəm, xahiş elədim ki, odur ki, bir dənə səhifəyə abunə olmağınızdır. Bir də videoları bəyənin ki, ən azından, baxın, yenə deyirəm, sıfırdan YouTube, bu səhifənin, belə deyim, məqsədi kimsə YouTube'a başlamaq istəyirsə, onlar üçün bir motivasiya olsun, elə mən daxil. Mənim digər bir səhifəm var, orada 1800-1900 abunə var. Düzdür, o da belə böyük vaoluq bir şey deyil, amma o iş səhifəsidir, işlə bağlı olan səhifədir. Bu səhifəni sadəcə sırf motivasiya amaclı, kimlərsə bir işə addım atmaq istəyirsə, bu sırf YouTube üzərində deyil, bu hər hansı bir iş ona daxildir. Bir işə başlamaq istəyirsinizsə, addımı atın. Sabah eləyərəm, bugün eləyərəm, birazdan eləyərəm, bu biraz da düşünüm, sonra eləyərəm, eləməyim. Bir şeylərlə başlayın. Bir şeylərlə başlayın ki, davamı gəlsin. Yenə deyirəm, bir də görərsən ki, bu səhifə elə bir şəkildə, elə bir dərəcədə böyüyür ki, gələcəkdə oturub bu videoya baxanda deyir ki, bax, birinci videomuz bu şəkildə olub, ikinci videomuz bu şəkildə olub, bu ilerleme belə gedib. Hər gün zaten hər video attığımda nə qədər abunə gəlib, nə qədər inkişaf var səhifədə, baxış sayı artıb mı, artmayıb mı, ona görə məlumatlar veriləcək. Zaten belə deyim, video yükləmə saatlarını da dəyişik saatlarda eləyəcəm ki, məsələn, bir gün axşam saat 6-da yüklədimsə, o bir gün saat 4-də yükləyəcəm, bir dəfə saat 3-də yoxlayacağım ki, hansı saatda daha çox izləmə ala bilirik. Düzdür, həftə sonları biraz insanların çoxu evdə olduğuna görə, hamını demirəm, təbii ki, həftə sonları işləyən insanlar da var. Çoxu evdə olduğuna görə biraz tezdən atmağa, yəni saat günorta 11-ə 12-ə kimi atmağa çalışacağım ki, rahat görək elə baxış sayıcı olur. Yəni hər inkişafı sizin qabağınıza bir-bir sunacağım, göstərəcəm ki, kimsə nəsə eləmək istəyirsə, maraqlı olan bir şeylər varsa, onlar da paylaşsın. Bəzi YouTube səhifələri bunu deyir. Deyir ki, yapay zəkanın animasyon videoları düzəlt. Bəziləri deyir ki, nə bilim, musiqi kanalı aç. Bəziləri deyir ki, seyirbazlıq kanalı aç. Mən sadəcə göstərmək istəyirəm ki, ya da bilmək istəyirəm ki, sadəcə onlarla deyil, həqiqətən görəsən, belə oturub sadəcə söhbət eləyərək bir səhifə böyüyürmü, böyürmü? Böyüyürmü? Böyüyürsə nə qədər böyüyə bilir? 4000 saat izləmə sürəcini keçə bilirikmi? Və yaxud belə deyim, shorts videolarda 10 milyon baxışı keçə bilirmiyik? Bunları sadəcə mənə maraqlıdır, görək nə qədər ilerləyə bilərik. Deməli, demişdik ki,
Dünənki videoda da demişdim ki, Əhmədlidə qalıram. İndi bilmirəm, bizi Əhmədlidən izləyən var və yaxud yoxdur. Ümumiyyətlə Azərbaycanın bütün rayonlarına, şəhərlərinə, bölgələrinə salam olsun öz yerində. Sadəcə olaraq yaşadığım yerə görə deyirəm. Buradan yaşayan varsa, buradan bizi izləyənlər varsa, birinci elə siz abunə olmalısınız ki, öz belə deyim, Bakının 32 kəndindən biri olan Əhmədlidə yaşayan biri YouTube'da ilerləyə bilsin. Bundan əlavə olaraq bir günlük videonu böyük ihtimal qısa eləyəcəm. Dünən 10 dəqiqəyə yaxın bir video oldu. Bugün böyük ihtimal 5-6 dəqiqəyə yaxın bir şey olacaq. Yenə deyirəm, xahiş edirəm, baxın izləyənlər, siz orada buna görə pul ödəmirsiniz, buna görə ekstra sizdən bir şey almırlar. Abunədir, bir dənə abunə olun, qalsın orada, ən azından bir Azərbaycanlıya bir dəstək olarsınız. Baxaq, səhifənin yenə deyirəm, sizlə bərabər görək nə qədər. Mən bunu tək eləməyəcəm. Mənim tək eləyə bildiyim şey maksimum videonu çəkməkdə, heç doğru düzgün editləmə də eləyə bilmirəm ki, nəysə editləmə eləyim, montaj eləyim, bir şeylər eləyim, onu da bacarmıram ki, sadə şəkildə telefonla çəkib paylaşırıq. İndi bəlkə siz də bir dənə həvəsə düşərsiniz, bir dənə telefon götürərsiniz, deyirsiniz ki, mən də yoxluyum. Yenə deyirəm, bu sadəcə YouTube üçün, TikTok üçün, Instagram üçün və s. hər hansı bir platforma üçün deyil. Bu işdə, bütün işlərdə bu belə olmalıdır. Bir yoxlamaq lazımdır. İtirəcəyi bir şey yoxdur. Yaşın gənckən yoxla. İtirəcəksənsə gənc yaşda itir. Böyük yaşda itirəndə sonra özünü toparlamaq çətin olur, ayağa durmaq çətin olur. Amma gənc yaşda şansın var qabağında. O şansdan istifadə eləmək lazımdır. Dəyərli izləyicilərimiz, videomuzu yekunlaşdırıram. Bir daha deyirəm, səhifəyə abunə olmağı, video bəyənməyi ən əsası. Əgər bacararsınızsa, daha sonra əlinizdə imkan varsa, vaxtınızı çox almayacaqsa, ən azından bir dənə yorum da yaza bilərsiniz. Hansı mövzu ilə bağlı danışaq və yaxud haranı çəkməyimi istəyirsiniz. İnşallah elə yerlərə gedərik ki, böyük ihtimal sabahki videomuz Əhmədlinin tarixi ilə bağlı olacaq. Ondan sonra yavaş-yavaş keçərik digər kəndlərə, hər hansı bir bölgələrə gedərsək, orayla bağlı bir video çəkib paylaşarıq, orayla bağlı bir məlumat verərik. Hələ ki, bunun üzərinə gedir konsept. Yenə deyirəm, bir də görərsiniz, gələcəkdə fərqli bir konsept üzərində işləyərik. Çox sağ olun izləmələrə görə. Əgər axıra kimi izlədinizsə, bəyənmələrə görə və səhifəyə abunə olanlar təşəkkür edirəm. Sıfırdan YouTube kanalı açdım. İkinci bölüm belə qurtardı. İnşallah gələcək zamanda yenə yeni videolarla qarşınızda olacağıq.